2 günlük qız-qıza tətilimizi vlog etmək qərarına gəldim. İlk olaraq gəlirik marketə, alış-verişimizi eləyirik və lazım olan hər şeyi alandan sonra hər şeyi yoxlayıb yola düşməyə başlayırıq. Bizim getdiyimiz yer Qəbələ idi. 3 saatlıq yoldan sonra gəlib çatırıq evə. Qəbələdə Efraim hovuzlu villalardan biz tutmuşduq. Ev çox qəşəng idi, 4 otağı var idi və əslində burada biz 5 nəfər olsaq da 10 nəfərə qədər gəlib qalmaq olardı. Hər şəraiti var idi və çox qəşəng idi. Çox bəyəndik, çox qəşəng vaxt keçirdik burada. 2 mərtəbədən ibarət idi. Aşağıda 2, yuxarıda isə 2 otaq var idi. Bu otaq ən mənzərəli otaq idi. Hamımız burada şəkil çəkdirdik, çox bəyəndik. Ondan sonra düşürük aşağı, aldığımız şeyləri yerləşdirəndən sonra qızlarla qəşəng-qəşəng vaxt keçirməyə başlayırıq. Oyunlar hazırlamışdıq, həmin oyunları oynayırıq. Daha sonra axşam yeməyi üçün həmçinin də rəfiqəmin doğum günü idi. Doğum günü üçün çox qəşəng bizə süfrə hazırladı və oturduq qəşəng-qəşəng söhbətlər eləyəndən sonra rəfiqəmin doğum gününü keçirməyə başladıq. Düşdük isti hovuza. Bura çox qəşəng idi. Deyim ki, ən əyləncəli yer idi. Ondan sonra gəldik, qəşəng oturduq, qız-qıza söhbətlər eləməyə başladıq. Yenə də burada pijamalarımızla şəkillər çəkdik. Pijama partisi etmək qərarına gəlmişdik və sonda isə film izləyib yatdıq. Səhər oyananda gördük ki, qəşəng qar yağır. Əlbəttə ki, bu ən sevindiyimiz an idi. Ona görə də gəldik qəşəng-qəşəng şəkillər çəkdirməyə. Şəkillər çəkdirəndən sonra isə hazırlaşdıq. Yola düşək səhər yeməyi yeməyə. Van Dağdakı restorana gəldik. Buradakı restoran çox qəşəng idi, çox lüks idi və yeməkləri də çox qəşəng idi. Rəfiqələrimlə oturub qəşəng-qəşəng səhər yeməyi yeyəndən sonra istədim ki, sizə buranın mətbəxini də çəkim. Çox qəşəng idi. Demək olar ki, hər şey vardı və fərqli-fərqli növ çeşidlər var idi. Adam başı 25 manatdı. Fikrimcə çox daha yaxşı idi və gəlir restoranın mənzərəsinə. Restoranın mənzərəsi ayrı qəşəng. Restoranın yuxarısında yerləşən kanat hissəsinə getdik. Kanatdan istifadə eləmədik, amma burada xizə sürənlər də var idi. Onda isə çox yorulduğumuz üçün artıq yola düşdük və Bakıya qayıtdıq.